Dəyərli izləyicilərimiz, bir dənə ev tapmışam sizlərə, möhtəşəmdir. Yəni, bundan tərif ev yoxdur. 100 kvadratdır. 100 kvadrat, hələ ikinci mərtəbəsini saymıyorum. 100 kvadrat həyəti bacası olan 2 mərtəbə, 4 otaq kupçalı həyət evi. Evimiz çox gözəl evdir və əşyalı satılır. Bir də hədiyyə var burada, buna bax. Buna bax, əmiyə bax. Bir dənə belə bir hədiyyəmiz də var burada. Allah hər bir evi uşaqlı eləsin, inşallah yaxşı olar. Dəyərli izləyicilərimiz, 100 kvadratlı evin içərisindən başladım təqdimata. İndi isə videonun təqdimatı evin çölündən başlayıram. Ümumi evə baxarsınız 2 mərtəbə 4 otaq. Yəqin ki, bəyənərsiniz Allahın köməyi ilə. Gedək çöl çəkək. Həmən o sözü gedən evdəyəm. Görürsünüz 2 mərtəbə 4 otaq. Kəməri, kürsüsü, kupçası, hər şey var. Güllər də əkilib həyətdə. Stil sistemi kombidir. O peti evdə körpə olduğu üçün qoyublar. Peti də var evdə. İstəsiz əlavə olaraq yerdə açılmamış rəşotkaları, zaten hər şey hazırdır. Televiyə doğru. Yerdən 4 daş kürsülüdür. Evin əsas giriş hissəsi burada yerləşir. Bax, geçərim. Corxan geçərim. Evin əsas giriş hissəsi buradır. Bu hissə. Gəl. Burada həmən o göstərdiyim evin qonaq otağıdır. Geniş bir dənə qonaq otağı. Şirin də burada da. Orxan, buna bax. Sənə əla ev istəyirdin. Həmən o əla evi tapmışam. Qiymət də çox yaxşıdır. İndi isə keçək evin mətbəxinə. Evin mətbəxinə gəldik. Bir sağ olsun, bizim çaycı da hazırlayır. Hazır. Oturub çayımızı içəcək. Sağ olsun, Allah var eləsin. Burada mətbəxidir, mətbəx mebelzadır. Buradan yalnız elektronika çıxır. Yəni paltar yuyan, soyucu, televizor, bu şeylər çıxacaq. Bu da çıxacaq. Necə? Ha, bildim. Bu stolsuz götürəcəm evi, hə? Hə, bu stolsuz bir də götürəcək, mətbəx mebeli qalacaq. Elektronika hər biri də çıxarılacaq. Keçək indi isə evin hamamsını özünü göstərim. Şkaflarda yığılıb, əlavə əşyalarınızı yığa bilərsiniz, qardirob kimi. Pets də burada var, ot kimi deyib. Burada yerləşir evin hamam sanuzu ilə. 2 dənədir. Yuxarı və aşağı mərtəbələrdə mövcuddur. Baxın, gəl qalxaq yuxarına göstərək. Yuxarıdakı otaqları. İkinci mərtəbə. Bax, göstər Orxan, oradan yuxarısına çıxmağa yeridir vanna. Steqlavatı, çorni polu hamısı vurulub. 1 ilə 2-nin arasıdır. 1 ilə 2-də olan hamam sanuzu eldir. Qiymət çox yaxşı qiymətdir. 95.000 manat. Burada geniş bir dənə dəhliz hissəsi, bir otaq boydan deyilir. Burada evin bir yataq otağı, həqiqətən yaxşı evdir. Skvazno evdir. 2 tərəfə də pəncərəsi var evin. Dəyərli dostlarım, dəyərli izləyicilərim, görsünə keçən evlər tapırıq. Burada evin bir yataq otağıdır. Belə bir geniş səliqəli yataq otağı. Görsən, bax, 1 qram evdə sirkələnmə söhbəti yoxdur da. Ev var ki, gəldirsən, az qala pol ayağının altından çıxar. Göstər balkonu, Orxan. Balkonu var burada. Evin qiymətini də qardaşı sizə qeyd edəcək. Burada da bir yataq otağı. Çək göstər. Orxan, gəl. Deməli, Orxan qardaş, evin qiyməti, gəl bura göstərim. Evin qiyməti bu yazmadı deyəsən. Dəkərdim. 95.000 manatdır. Real alıcı ilə də qiymətdə razılaşmaq olacaq. Sağ olun, özünüzdən müğayət olun. Həyət ev istəyirsə gəlin alın. Sağ olun.